Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu videoda balıq qızartmağın sirrini sizinlə paylaşacağım. Yağın yanıb ətrafı çirkləndirməsinin qarşısını almaq istəyirsinizsə, videonu izləməyə davam edin. İlk öncə balığı duzluyuram, ardından isə hər tərəfinə gələcək şəkildə unluyuram. Unladıqdan sonra isə suya salıb çıxarıram və yaxşı qızmış tavaya yerləşdirib qızardıram. Belə etdiyiniz halda yağ yanıb ətrafa dağılmayacaq. Bu ləziz balıqları evdə hazırladığım Hollandaise sosu ilə servis etdim. Təbii ki, balığın yanına yaraşacaq fərqli soslardan da istifadə edə bilərsiniz. Əgər çox insana maraqlı olarsa, Hollandaise sosunun evdə hazırlanma qaydasını YouTube kanalımda paylaşa da bilərəm. Bunun üçün şərhlərdə bildirməyiniz kifayətdir. Resepti faydalı hesab etdinizsə, videonu bəyənərək mənə dəstək olmağı və növbəti sirlərdən, videolardan xəbərdar olmaq üçün kanalıma abunə də olmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşərik. Hələlik.